Assalamu alaikum, əlməz və hörmətli izləyicilərim, mən Doktor Ağa Telmanoğlu. Doktor bizə panik ataka görə gözəl bir reseptdir. Gün ərzində sual verirsiniz, istər canlı yayımda, istər ictimai həyatımızda, istər mesajlarınızda. Və bugün sizə gözəl bir resept deyəcəm. Təbii ki, bizim panik ataka görə hər gün dəyişən gözəl reseptlər qrafikimiz var. Və bunu hər hansı bir panik atak xəstəmizə uyguluyoruz və müalicə edirik. İndi deyəcəklər ki, doktor Türk dilində danışdı. Müalicə edirik və çox gözəl nəticə alırıq. Demək, götürürük bir çay qaşığı it burnu, bir çay qaşığı melisa, limon otu da deyirlər il arasında ona, bir çay qaşığı çoban yastığı, bir çay qaşığı raziyana toxumu, bir dilim limon ata bilərsiniz. İstəyə görə bir çay qaşığı da bal əlavə edib, bir stəkan qaynar suda 10 dəqiqə dəmləyirsiniz. Axşam saatlarında bunu təbii ki içirsiniz. Lavanda yağını alırsınız, biləyinizin iç tərəfinə sürtürsünüz yatmamışdan öncə. Diffuzora da tökə bilərsiniz. Diffuzor sorsanız nədir? Yəni otaq havası dəyişən aparatdır. Ona da lavanda yağı əlavə eləyə bilərsiniz yataq otağınızda. Bu çox gözəl təsir eləyir izləyicilərim. İnşallah ki, həyat tərzinizə gözəl nəticə verər, sonuç verər və kim müalicə almaq istəyirsə bizə müraciət də eləyə bilər.